Salam hörmətli müəllimlər. Bugünkü video dərsimizdə MHM-ə maraqlı bir sual izahını verəcəm. Verilənlər şəklin üstündə də qeyd olunub, ayrıca yazılıblar burada qiymətlər. Deməli, bir də təkrar edirəm. Verilib bizə AFCD trapesiyadır, ABCD kvadratdır. Və verilib bizə BK3, bütöv AF-i də 12 verir. Bu şərtlər daxilində bizdən istəyir 3 bucaq FCD-nin nəyin sahəsi. Başlayaq həllə. Deməli, bura bir alfa desək, bura bir beta desək, alfa üstə gəlinsin beta bizdə verir 90 dərəcə. Deməli, onda bu bucağa qalacaq beta, digər bucaqdan olacaq alfa. Kvadratın tərəfinə A desək, kvadratın tərəfi A olsun. Gördüyümüz kimi, alfa 90, alfa 90 və eyni zamanda CB bərabərdir DC'yə. Bir tərəf və ona bir ki, 2 bucaq bərabərsə, onda bu 3 bucaqlar nədir? Bərabərdir. Deməli, 3 bucaq DCF, DC'yi bağışlayayım, DC'yi bərabərdir 3 bucaq. Baxın, o digər 3 bucağımıza, bu 3 bucağa C, B, K. Üçbucaq bərabərliyinə görə uyğun tərəflər də nədir? Bərabər. Deməli, bura 3-dürsə alfanın qabağında C-yimiz nə olacaq? 3. Bura kvadratın tərəfinə A demişiksə, onda YB-miz də bərabər olacaq A çıxılsın 3. Bütöv bizə AF-i 12 verib, lövhədə qeyd olunub. Kvadratın tərəfi A-dırsa, onda BF-imiz olacaq 12 çıxılsın A. Üçbucaq oxşarlığından gördüyümüz kimi paralel nüsxətdə olduğuna görə eyni nüsxətdə perpendikulär olan nüsxətlər nədir? Paralel. Paralelliyə görə onda burada nədir? Kiçik üçbucaqla, yəni F, YB üçbucağı oxşardır FD A üçbucağına. Deməli, bu oxşarlıqdan alırıq. A bölünsün A çıxı 3 bərabərdir. Bütöv bura neçə idi? 12. 12 bölünsün 12 çıxılsın nə A? Və buradan almış oluruq. A-mız bərabərdir nəyə? 6-ya. Və bizə lazım olan üçbucağın sahəsini tapmaq üçün bütöv trapesiyanın sahəsindən AD, F üçbucağının sahəsini çıxsaq, yəni S, AF, CD trapesiyasının sahəsindən çıxsaq, S üçbucaq ADF-i almış oluruq bizdə nəyi? Hansı sahəni? S, FCD-nin nəyin sahəsi. Deməli, trapesiyanın sahəsi oturacaqları cəmin yarısı ilə hündür yarısına bərabərdir. Bura 3 kiçik oturacaq bağışlayın, 3 yox 6. Kvadratın tərəfi 6 bunda olduğuna görə. Böyük oturacağımız F verir bizə AF-i neçə? 12. Deməli, olacaq 6 üstə gəlinsin 12 bölü 2 vurulsun 6, çıxılsın. Bu üçbucağın sahəsi, üçbucağın sahəsi katetləri hasının nə idi? Yarısı. O da bizə verir, çıxılsın 6, vurulsun 12, bölünsün nəyə? 2-yə. Buradan almış oluruq, S-nit nə idi orada? FC-dir. Buradan almış oluruq, 6 üstə 12 gəlirçilir, 18, 9, 54, çıxılsın 36 və bu da bərabərdir 18. Beləcə bu qədər sağ olun.